Onu mənim nəzərim bizə çox tövsiyə olunub ki, namazın tərcüməsi namazı bilin. O danışdığınızı bilin Allah'a nə deyirsin, çox təkid olunub. Həm surəsinin tərcüməsini əzbərlənib. Niyə? Çünki onun tərcüməsini bilirsiniz, namazda diqqətçi cəlb edəcək o. Yəni namaza diqqətçi cəlb edəcək. Biləcəksin ki, mən kimdən nə? Bir var, əzbər bilsən, Elhamdülillahi Rabbil Alemin. Bir var, amma mənasını bilsən ki, Allah'a nə deyirsən. O təhlil sən diqqətin namazda daha çox olacaq və imanın da çox olacaq. Hər gün neçə dəfə həmd oxuyursan, hər dəfədə biraz imanın nədir? Çoxalacaq. Hər dəfədə biraz nədir? Allah'a yaxın olacaq. Ondan elə iş bu cürdür da, mömin. Dünəni bugünkünə nisbətən pisdir, bugünü dünənindən yaxşıdır. O zahirən şeydə də bu ayə var da, Ayət-əl Kürsüdə. Möminlər, Allah təbarək və teala deyir ki, mən nədir? Yuxricunahum minəz-zülümati ilə bir. Möminlər nurdan, zülmətdən çıxar, nura gələr. Mömin zülmətdə olmaz ki. Mömin nədir ki, zülmətdə olmaz ki, nura gəlsin. Amma ayə ilə bu cür deyilir, mömin zülmətdən çıxar, nura gələr. Mənası budur ki, yəni möminin dünəni bugünə nisbətən zülmətdir. Niyə? Çünki bugün birazdan inkişaf edir. Allah biraz da gözəl dərk edir. İmanına biraz da nədə artır. Biz hər gün namazda eyni sözü deyirik, amma eyni piləkəndə deyirik, eyni mərtəbədə deyirik. Bugün dediğimiz Elhamdülillah Rabbil Alemin'den dünən dediğimiz arasında yer qədər, göy qədər fərq var. Bugün daha çox Allah'ın nemətlərini dərk edirik, daha çox şükür eləmək istəyirik, daha çox o nemətlərin qədrini bilirik. Birə nisbətən biraz da baxışımız həyata dəyişir, biraz da Allah'a yaxınlaşmamızı daha çox istəyirik. Onun için söz eynidir ama məqam eyni deyil. Eyni şey olsa da düşüncə təfəkkür eyni deyil.